Deizm və səmavi kitablar. Doğru yanaşma hansıdır? Deistlər Tanrının varlığına inanırlar, lakin onun göndərdiyi səmavi kitabları qəbul etmirlər. Bu mövqe doğrudurmu? Belə bir yanaşma haradan qaynaqlanır və nə ilə izah olunur? Gəlin bu sualın cavabını birlikdə araşdıraq. Tarix boyu bir çox din xadimləri dini insanlara yalnız səmavi kitablar vasitəsilə deyil, həm də bu kitablara edilən əlavələr və şərhlərlə çatdırmışlar. Tez-tez bu əlavələr şəxsi maraqlara, dövrün ictimai-siyasi ehtiyaclarına və ya mifoloji təsəvvürlərə əsaslanmışdır. Bu cür təqdimat isə məntiqlə düşünən, sual verən və cavab axtaran insanlarda haqlı olaraq şübhə və etiraz doğurmuşdur. Çünki insan mahiyyət etibarilə düşünən və sorğulayan bir varlıqdır. O, gördüyü və eşitdiyi hər bir şeyi süzgəcdən keçirir, məntiqlə əsaslandırmaq istəyir. Əgər qarşısındakı din xadimi ona təqdim etdiyi dini dünya görüşü ilə məntiqsiz, uydurma və elmə zid bir mənzərə yaradırsa, bu zaman insan həmin dindən uzaqlaşmağa qərar verir. Bu uzaqlaşma bəzən deizmə, bəzən isə ateizmə yol açır. Lakin burada mühüm bir sual meydana çıxır. Deist doğru yoldadırmı? Deist Tanrıya inanır, lakin bu Tanrının insanlığa yol göstərmək üçün kitab göndərdiyini inkar edir. Beləliklə o, Tanrıya inanır, amma ondan gələn rəhbərliyi qəbul etmir. Bu baxımdan deist, uçsuz-bucaqsız bir okeanda kompassız üzən bir gəmiyə bənzəyir. Külək hara əssə, o tərəfə də gedəcək. Niyə? Çünki onun üçün hansı yolun doğru, hansı yolun yanlış olduğunu göstərəcək ilahi bir meyar mövcud deyil. O yalnız ağlına əsaslanaraq həyatını qurmağa çalışır. Burada mühüm bir məsələ ortaya çıxır. İnsan öz ağlı ilə nə qədər uzaq görə bilər? İnsan məhdud bir varlıqdır. Bugünkü bir qərarın 50, 100 və ya 1000 il sonra insanlıq və cəmiyyət üçün hansı pis və ya yaxşı nəticələrə yol açacağını insan bilə bilməz. Çünki o, nə keçmişi tam xatırlayır, nə də gələcəyi görə bilir. Bu, yalnız bütün zamanları əhatə edən, keçmişi, bugünü və gələcəyi eyni anda görən Yaradana aid bir xüsusiyyətdir. Buna görə də insan üçün ən ədalətli, əhatəli və uzaq görən qanunları yalnız Allah müəyyən edə bilər. Allahın bu qanunları isə səmavi kitablarında, bizim nümunədə Quranda öz əksini tapmışdır. Bu kitablar yalnız ibadət və mənəviyyat qaynağı deyil, həm də fərdi və ictimai həyat üçün bələdçi rolunu oynayır. Odur ki, əgər bir insan həqiqətən Allaha inanırsa, onun insanlığa göndərdiyi mesajlara da inanmalı və onları öyrənməyə çalışmalıdır. Əgər səmavi kitablar haqqında yaranan şübhələr din xadimlərinin səhv yanaşmalarından və ya təhrif olunmuş şərhlərindən qaynaqlanırsa, bu zaman doğru olan həmin kitabları birbaşa və ağılla oxumaqdır, orijinal mənbəyə qayıtmaqdır, onu inkar etmək yox.